Şəkildə təsvir olunduğu kimi düzbucaqlı prizma və kub verilib. Buna əsasən aşağıdakı suallara cavablandıraq. Kubun həcmini hesablayın. Kubun həcmini hesablamaq üçün biz deməli V bərabərdir A-nın kubu düsturundan istifadə edirik. Yəni 2-nin kubu o da bərabər olacaq 8 santimetrin kubu olacaq. Yəni V bərabərdir A-nın kubu, o da eləyəcək 2-nin kubu, o da bərabər olacaq 8 santimetrin kubu. Növbəti sualımız. Düzbucaqlı prizma neçə qram kütləli su tutar? Prizmanın bunun üçün həcmini biz hesablamalıyıq. Prizmanın həcmi ölçüləri 40, 20, 10'dur. Prizmanın həcmi isə V bərabərdir A, B, C-dir. 40, vuraq 20, vuraq 10 olacaq. Buradan da hesablayırıq 8000 santimetrin kubu. Suyun da sıxlığı 1 qram bölək kub santimetr olduğu üçün neçə qram kütləli su tutarsa onu hesablaya bilər. M bərabərdir rho V. Rho-nun yerinə yazsaq 1 vurulsun 8000. O da bərabər olacaq 8000 qram su tutar. Buradan da cavab olacaq 8000. Şəkildə təsvir olunmuş düzbucaqlı prizma daxilinə ən çoxu neçə ədəd verilmiş kubu yerləşdirmək olar? Biz gördük ki, biz əvvəlki sualdan gördük ki, kubun həcmi 8, prizmanın həcmi isə 8000 oldu. Yəni onun üçün də 8000-i bölsək 8-ə, deməli onun daxilinə 1000 kub yerləşdirmək olar. Doğru cavab 1000 olacaq.